Salam əziz şagirdlər, mən Sara müəllim. Bu gün sizlərə 22 fevral tarixində OTK-nın 9-cu siniflər üçün təşkil etdiyi buraxılış sınağında istifadə olunmuş testləri izah edəcəm. Gəlin keçək suallara. 31-ci sualda funksiyanın qrafikin təpə nöqtəsinin koordinatlarını soruşur. Baxın uşaqlar, bu funksiya y bərabərdir a vuraq x çıxaq m-in kvadratı üstəgəl n şəklindədir. Burada təpə nöqtəsinin koordinatları olur m və n. Baxın, m-in yerində 2 dayanıb, olacaq 2 və n-in yerində də 3 var, olacaq 3. Bu da olur A variantı. Bir də siz burada nəyə diqqət eləməlisiniz? Burada, baxın, əgər bu mənfidirsə, təbii ki, bu ədədin müsbəti yazılır. Amma buradakı ədəd olduğu kimi işarəsindən bir yerdə yazılacaq. Sonra 32-ci sual. M bucaqlının daxili bucaqlar cəminin xarici bucaqlarının cəminə nisbətini soruşur. Düzgün n bucaqlının daxili bucaqlarının cəmi 180 vuraq n çıxaq 2 düsturundan tapılır. Xarici bucaqların cəmi isə hər zaman 360 dərəcədir. Məndən nisbətini soruşduğuna görə bölürəm 360-a. Burada da 180 ilə 360 ixtisar gedir, məxrəcdə qalır. 2 surətdə də qalır, n çıxaq 2. Bu da olacaq C variantı. 33-cü sual. 33-cü sualı yuxarıda yazacağım. Baxın, deyir ki, toplanandan birinə 7, digərinə -3 əlavə edilərsə, uşaqlar həmişə əgər əlavə edilərsə deyirsə, toplanandısa, sadəcə buradakı ədədləri toplayırsınız. 7-nin üzərinə gələcək -3. Bu da olacaq 7 çıxaq 3, olur 4. Əgər üzərinə əlavə etmişəm, düzdür, demək 4 vahid artar. Sonra 34-cü sual. 34-cü sualda sahəsini verib medianların deməli K nöqtəsində kəsişir. Uşaqlar, medianların kəsişmə nöqtəsindən bağlı bizim qaydamız var ki, ümumilikdə üçbucağın 3 dənə medianı olur. Bunlar kəsişir. Kəsişəndə 6 bərabər üçbucağı hissəyə bölür. Yəni, bütün hissələrin 6 dənə burada sahələr bir-birinə bərabər olan üçbucaq yaranır. İndi mən sahəni 120 verir. Burada da 6 dənə üçbucaq var. 120-ni 6-ya bölürəm ki, görün bir dənə üçbucağın sahəsi nə qədərdir? Elədi 20. Burada yaranan hər üçbucaq 20-dir. Ştrixlənmiş hissədə də görürsünüz 2 dənə üçbucaq var. Bu zaman 20-ni vuracağım 2-yə. Bu da olacaq 40. 35-ci sual. 72 ədədinin 8-ə 3 hissəsini tapın. 72 ədədinin 8-ə 3 hissəsini tapanda, ümumiyyətlə ədədin hissəsini tapanda hissə göstərən ədədə vururuq. İxtisar gedir 72 ilə 8, qalır 9 vuraq 3. Bu da eləyəcək 27, yəni A variantı. 36-cı sual. Baxın uşaqlar, AMB qövsü, BNC və AKC qövslərinin uzunluqlarının nisbətini verib. Uyğun olaraq 2, yəni birinci gələni 2-ni yazıram. AMB olacaq 2, mən buna 2x yazıram. Çünki bizə nisbət şəklində verib. BNC-yə 3 uyğun gəlir. Yazıram BNC-yə 3x, AKC-yə isə 4 uyğun gəlir. Olacaq 4x. Mən də bilirəm ki, ümumilikdə çevrənin uzunluğu ölçüsü, dərəcə ölçüsü 360 olur. Bunları toplayıram. 2x üstəgəl 3x, üstəgəl 4x bərabər eləyirəm 360-a. X-ları toplayıram. 9x bərabərdir 360, x bərabərdir 360-ı bölürəm 9-a. X da bərabər olacaq 40-a. Mən x-i 40 tapdım. Baxın, məndən BAC bucağını soruşur. BAC bucağını tapmaq üçün mən bu söykəndiyi qövsü tapmalıyam ki, çünki mən bilirəm ki, BAC bucağı, baxın, daxili bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Bu qövsü tapsam, baxın, 3 vuraq, x-im 9-dur. X-in yerinə, daha doğrusu 40-dır. X-in yerinə 40 yazıram. Bura olacaq 120 dərəcə. Bu qövsüm 120-dirsə, BAC də 120-nin yarısı olacaq. Yəni 60 dərəcə. Olacaq Y variantı. 37-ci sual. Bərabərsizliyin neçə tam həlli var? Burada nə edirik uşaqlar? Modulda olduğuna görə bu moduldan həm mənfi ədədin modulu müsbət ədəd çıxacaq, həm müsbət ədədin modulu. Mən necə yazıram? X müsbət 4-dən kiçik, mənfi 4-dən böyük olacaq. İndi uşaqlar fikirləşə bilərsiniz ki, burada axı x yəni bütün mənfi ədədlərdən böyükdür də. Normalda burada mənfi sonsuzluq olmalı deyil. Xeyr, nəyə görə? Məsələn, mən bura mənfi 5 yazmış olsaydım uşaqlar, axı bu moduldadır. Bu müsbət 5 olacaq da. Müsbət 5 də x-dən kiçik deyil. Modulda olduğuna görə elə eyni ədədin mənfisindən böyük götürəcəm. Mənfi 4-dən müsbət 4-ün arasında olan ədədləri də tapmaq üçün biz burada nə edəcəyik? Sayını tapırıq.
Deməli, burada -4-dən böyük -3 ilə başlayır. Müsbət 4-dən kiçik, müsbət 3 ilə qurtarır. Mən yazıram -3 çıxaq 3, əlavə olaraq da çıxaq 1 yazıram. Burada eləyəcək modulda -7, bu da müsbət 7 olaraq çıxır. Və yaxud da belə yadınızda saxlaya bilərsiniz. 4-dən kiçik ədədləri yazıram. 3, 2, 1, 0. Bir də bu ədədlərin mənfisini yazıram. -3, -2, -1. Hamısı da bir yerdə 7 dənə ədəd olacaq. 38-ci sual. Tənin köklər cəmi soruşur. Uşaqlar, bu ax kvadratı üstəgəl bx bərabərdir 0 formasında olan tənlikdir. Bu tənliyin kökləri hər zaman, baxın görürsünüz, sərbəst hədd yoxdur. Hər zaman köklərindən biri 0 olur. Hər zaman. Və bu cür tənlik verəndə sizdən kökləri hasilini soruşanda həmişə 0 götürürsünüz. İkinci kökü nə olur olsun. Çünki 0-ı istənilən ədədə vursam 0 alınar. Məndən cəmini soruşur. Tənliyin ikinci kökü isə həmişə bərabər olur -b bölək a-ya. Bu da bərabərdir. B-nin yerində 6 dayanır. Yazıram -6 bölək a-nın yerində 2 dayanır. Bu da olacaq -3. -3 ilə də 0 cəmi eləyəcək -3. 39-cu sual. 6 kilo konfetin qiyməti 48 manatdırsa, 9 kilo konfetin qiyməti nə qədərdir? Burada tənasüb də qura bilərsiniz. Belə də eləyə bilərsiniz. Ən rahat yol. 6 kilo konfet 48 manatdırsa, mən 1 kilosunun qiymətini tapıram. 1 kiloqram konfetim olacaq 48 bölək 6. Bu da olacaq 8 manat. 9 kiloqramdırsa, təbii ki 8 də vuracam. 9-a olacaq 72 manat. Tənasübü də necə qurardım? Yazardım 6 kilo 48 manatdırsa, 9 kilo x manatdır. Çarpaz şəkildə vurardım. 9 vur 48 bölərdim x-in qarşısındakı ədədə 6-ya. Yenə buradan 72 alırıq. 40-cı sual. Deməli, A-nın qiymətini verib, B-ni verib, AB hasilini soruşur. Deməli, mən bu ədədləri bir-birinə vurmalıyım. Yazıram 3 üstü 3, vuraq 4 üstü 4, vuraq 5 üstü 5. Vuraq, indi baxın uşaqlar, B 20 üstü -4-dür. Ədədin üzəri mənfi ədəd varsa, həmin ədədin tərsi yazılır. Normalda 20 üstü 4, tərsi olacaq, surətdə 1 yazıram. İndi uşaqlar, mən nə edə bilərəm? Baxın, burada 4 vur 5 var, düzdür. Bu mənə ipucu verir ki, mən 20-ni 4 vur 5 kimi yaza bilərəm. 20 özü 4 vur 5-dirsə, 20 üstü 4 isə olacaq 4 üstü 4, vuraq 5 üstü 4. İndi mən surətə nə yazıram? 20 üstü 4-ün yerinə 4 üstü 4 vuraq 5 üstü 4 yazıram. Surəti də 1 olduğu kimi yazıram. İndi bu tərəfi silək. 4 üstü 4'lər gedir. 5 üstü 4'dən 5 üstü 5 ixtisar gedəndə əsaslar eyni olduğuna görə qüvvətlər çıxılır. 5-dən 4 çıxıram. Olur 5 üstü 1. 1 də yazılmır. Bərabərdir. Nə qaldı? 3 üstü 3 eləyir 27. Vuraq. Bir dənə də 5 qalıb. Bu da eləyəcək 135. 41-ci sual. 41-ci sualda baxın uşaqlar, ştrixlənmiş hissə görürsüz. B-yə aid heç nə yoxdur burada. Ancaq A olan hissədir. Deməli burada A çıx B-dir. Ümumiyyətlə Euler-Venn diaqramında bu tərəf həmişə A-da olub B-də olmayanlardır. İndi mən A-da olub B-də olmayanları seçirəm. Baxın, 1 A-da var, B-də yoxdur. 4 A-da var, B-də yoxdur. 6 A-da var, B-də yoxdur. Məndən cəmini soruşur. Olacaq 1 üstəgəl 4, üstəgəl 6, cəmi deyəcək 11. Sonra 42-ci sual. 42-ci sual bir çox uşaq 1,6-dan 0,4 çıxardıb kök. 2,5-dən 0,5, 3,6-dan 0,6 bir çox uşaq burada çaşır, qarışdırır. Uşaqlar, 0,4-dən əgər mən hansısa bir ədədin köküdürsə, yəni bunu mən kvadrata yüksəlsəm, bu olardı 0,16 kök altında. O zaman 0,4 çıxardı və yaxud da 0,25 olmalı idi ki, 0,5 çıxardasınız. 1,6-dan 2,5-dən kök çıxmır uşaqlar. Mən bunu necə yaza bilərəm? İndi fikirləşirsiniz ki, baxın, burada baxanda görə bilərsiniz ki, ümumiyyətlə bu tip suallar həmişə sizə həm variantda, həm digər tərəfdə ipucu verir. Burada kök altında 10 var, burada kök altında 10 var. Deməli, mən kök altında 10 ona gətirə bilərəm də. Ona görə 16-dan kök çıxır. Yazıram 16. Bu 1,6-nı, kök altında 1,6-nı kök altında 16 bölək kök altında 10 kimi yaza bilərəm. İndi bunları ümumi kökün altında da yaza bilərdik. Mən ayrı-ayrı yazıram ki, toplayanda ortaq məxrəcə gətirək. 2,5-i kök altında 25 bölək 10 kimi yaza bilərəm. Çünki 2,5 ilə 25 bölək 10'dur.
Bunlar da kökün altında olduğuna görə kök altında yazıram. 36-nı da kök altında 10-a böləndə kök altında 36-nı eləyəcək 3/6. Ortaq məxrəcim kök altında 10-dur. Surətdə də nə olur? Baxın, indi mən hər birindən kök çıxardıram. Kök altında 16-dan 4 çıxır, 25-dən 5 çıxır, üstə gəl 36-dan 6 çıxır. Bu da eləyəcək kök altında 10 məxrəcdə qalır, surətdə 15. Baxın, surəti tapdım. İndi keçirəm məxrəcə həll edirəm. Gəlin surəti yazaq. Kök altında 10-da 15. Məxrəci hesablasam uşaqlar 2-ni kök altda 2-ni kök altda 5-ə vururam. Olacaq 2 kök altında 10. Üstə gəl kök altda 10. Toplayanda eləcək 3 kök altında 10. Məxrəci belə tapdım, surəti də belə. İndi mən nə edirəm? Həmişə surət məxrəcə bölünür. Bölürəm 3 kök altda 10-a. Böləndə nə edirdik? Tərsinə vururduq. Surət kök altda 10-da 15 vuraq. 3 kök altda 10-un tərsi də 3 kök altda 10-da 1-dir. Bərabərdir. 3 ilə 15 gedir. Burada qalır 5. Kök altda 10 kök altda vuranda da elə 10 eləyir. Surətdə də 5. İxtisar gedir, qalır 2-də 1. O da eləyir 0,10-5. Yəni D variantı. 43-cü sual. M-in hansı qiymətinə çox həddinin sərbəst həddi? Baxın uşaqlar, mən sərbəst hədd dediyinə görə yanında x olanları yox. Baxın, bu sərbəst həddi götürürəm. Bu da olacaq B15 çıxaq 3M. Mənə verib 3-ə bərabərdir. Bərabər edirəm 3-ə. Buradan 3M bərabərdir 12. M də bərabərdir 4. Bu da olacaq Y variantı. 44-cü sual. İki tərəfini verib üçbucağın deyir perimetrin ala biləcəyi qiymətlərin sayını tapın. Uşaqlar, üçbucaq verəndə biz bilirik ki, üçbucağın, baxın, bura 8-dir, bura 9-dur, burada bir dənə C olsun. Üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. İndi mən C-ni 9 çıxaq 8-dən böyük, 9 üstə gəl 8-dən kiçik götürəcəm. Burada olacaq C 1-dən böyük, 17-dən kiçik olacaq. Bu aralıqdakı tam ədədlərin sayını tapmaq üçün mən nə edirəm? Baxın, 1-dən böyük 2-dir. Bir də 17-dən kiçik 16 var. Mən bu aralıqdakı ədədlərin sayını tapıram. 16-dan çıxıram 2, üstünə gəlirəm 1. Bu da eləyəcək 15. 45-ci sual. İfadəni sadələşdirin. Baxın uşaqlar, mən yuxarını vuruqlarına ayırsam, bu zaman biz nə edə bilərik? Vuruqlara ayıranda uşaqlar, baxın, kvadrat tənlik formasında bir ifadədir. Burada hər zaman vuruqlara ayıranda x çıxaq x1, vuraq x üstə gəl x2 şəklində olur. Mən indi x1-dən x2-ni tapmalıyam. x1 üstə gəl x2, bax, bu x-in qarşısındakı ədədin əksinə bərabər olmalıdır, cəmi. Yəni, elə iki ədəd tapmalıyam ki, x1 ilə x2-nin yerində onları toplayanda 5 eləsin, bir-birinə vuranda 6 eləsin. Bu da 3 ilə 2 ola bilər. Çünki 3 ilə 2-nin cəmi 5 eləyir, hasili də eləyir 6. Hasili buradakı sərbəst həddə bərabər olmalıdır. İndi yerinə qoyuram, x çıxaq x1-im 3-dür, x2 də x üstə gəl, fərqi yoxdur. Yerlərini dəyişikdə yaza bilərsiniz. İndi bu tərəfə baxıram. Bu tərəfi də yazıram yenə. Həmin qayda ilə. Baxın, x1 ilə x2-nin cəmi müsbət 2 eləməlidir. Bu mənfi 2 olduğuna görə əksini yazıram. Hasili mənfi 8 eləməlidir. Hansı ədədin cəmi? Deməli, bu ədədlərdən biri mənfidir, biri müsbət. Cəmi müsbət 2 olması üçün, hasili mənfi 8 olması üçün bu ədədlərdən kiçik olan mənfi olmalıdır, böyük olan müsbət olmalıdır ki, mən mənfi ilə müsbəti toplayanda böyükdən kiçiyi çıxıram, böyüyün işarəsini yazıram. Məsələn, mənfi 2 üstə gəl 4 yazsam, mən 4-dən 2 çıxıb müsbət 2 yazardım. Amma mən mənfi 4 üstə gəl 2 yazsam, onda yenə mənfi 2 olacaqdı cavab. Ona görə böyüyün işarəsini həmişə müsbət götürürük, əgər cavab müsbət olmalıdırsa. Deməli, burada mənfi idi, mən əksini götürdüm, müsbət 2. Mənfi 4-dən də müsbət 2. Mənfi 2 ilə də müsbət 4-ün hasili mənfi 8 eləyəcək. Deməli, burada da tənin köklərindən biri x üstə gəl. Bax, x çıxaq mənfi 2 yazıram. Bu da olur müsbət 2. Üstə gəl 2 olacaq. Vuraq, x çıxaq 4 olur. Niyə üstə gəl 2 yazdım? Çünki 2 mənfi idi.
X-dan -2 çıxmaq X-in üstünə 2 gəlməkdir. Baxın, indi birinci kəsrin surətini yerinə yazıram. Məxrəcdə X çıxaq 3-dür. Üstə gəl, ikinci kəsrində surətini sadələşdirdim. Məxrəci də X üstə gəl 2-dir. İndi burada nə olacaq? X çıx 3 ilə X çıx 3 gedir. X üstə gəl 2-lər gedir. Məxrəcdə heç nə qalmadı. Qaldı X üstə gəl 2, üstə gəl X çıxaq 4. Daha doğrusu bu X çıxaq 2-dir. Aha. Uşaqlar, X çıxaq 1, X çıxaq 2 olmalıdır. Mən bayaq səhvən belə üstə gəl 2 yazmışam. Çıxaqdır. Bərabərdir 2x. O zaman burada da çıxaq 2 olur. Çıxaq 6 olacaq. Mən mexaniki səhv olaraq burada toplama yazdım uşaqlar. Yadınızda belə saxlayın ki, vuruqları ayıranda x çıxaq x1, vuraq x çıxaq x2 olur. Bunu belə yadınızda saxlayın. Sonra 46-cı sual. 46-da deyir ki, bu ədədlərin ən böyük fərqini, bu sıranın, uşaqlar, ən böyük fərq deyəndə biz ən böyük ədəddən ən kiçik ədədə çıxmalıyıq. İndi burada bizə artan sıra ilə verdiyinə görə elə ən böyük ədəd axırıncı ədəd olacaq, ən kiçik də birinci olan ədəd olacaq. Ən böyük fərqi olacaq D çıxaq A. Deyir ki, medianına bərabərdir. Bərabərdir. Medianı tapanda ortadakı 2 ədədi toplayıb 2-yə bölürük. A üstə gəl B bölə 2 olacaq. Burada çarpaz vuranda olur 2D çıxaq 2A bərabərdir. A üstə gəl B. A-ları bir tərəfə, B-ləri bir tərəfə yıxsam, B bu tərəfə gəlir, işarəsi dəyişir. Olur 2D çıxaq B bərabərdir. 2A bu tərəfə gedir, yenə işarəsi dəyişir, müsbət olur. 2A üstə gəl A. Baxın uşaqlar, daha doğrusu burada C-dir. Yenə uşaqlar biraz mexaniki səhv oldu. Burada C olmalıdır. C. Baxın, C bu tərəfə gəldi, işarəsi dəyişdi. Düzdür. Görürsünüz, biz burada nə aldıq? Bax, bu surətdir də. Surət bu tərəfdə məxrəcdir. Bir-birinə bərabərdir. Əgər surət məxrəcə bərabərdirsə, bunların bu kəsir 1-ə bərabər olur. Çünki bu bir-birinə bərabərdirsə, məsələn, təsəvvür edin ki, 6 bərabərdir, 6 yazmışam. 6 bölü 6 da olur 1. Bunda həmin qayda ilə cavabımız olacaq 1. 47-ci sual deyir ki, O nöqtəsində çevrənin AB və AC. Baxın uşaqlar, eyni hissəyə toxunandısa, bunlar həmişə bir-birinə bərabər olur. Bura 8-dirsə, bu tərəfdə 8 olacaq. BAC-ni verib uşaqlar, buranı 90 dərəcə verir. Bura 90 dərəcədir. Burada hər zaman baxın, toxunanla radius arasındakı bucaqdır. Burada 90 olur. İndi mən buradan bir dənə tən bölən çəksəm, bu O nöqtəsinə. Yəni, mərkəzi nöqtəyə birləşsək, bu tən bölən olur. Bu tən böləndirsə, bucağı yarıya bölür. Bayaq bura 90 dərəcə idi. İndi 45 bu tərəfdə qalacaq. 45 bu tərəfdə. Avtomatik burada 45 olur. Nəyə görə? Çünki bura 90-dır. Üçbucağın bucaqları cəmi 180 eləməlidir. 180 olması üçün burada 45 olacaq. Baxın, eyni tərəfin, iki dənə tərəfin söykəndiyi tərəf arasında qalan bucaq görürsünüz eynidir. Deməli, bu bərabər yanlış bucaq alındı burada. O zaman bura 8-dirsə, bu tərəfdə 8 olur, avtomatik burada 8 olacaq. Perimetrdə bərabər olacaq, 4 vuraq 8. Bu da eləyəcək 32. 48-ci sual. 50 manatlıq məhsulun qiymətini artıraraq 60 manat oldu. Uşaqlar, bu tip sualları biz necə eləməliyik? Neçə faiz artdı, neçə faiz azaldı məsələlərindən bağlı. Baxın, bunu düstur kimi yadınızda saxlayın. Bu tip suallarda fərqi yoxdur. Şəhərin əhalisi artdı və yaxud da azaldı, maaş artdı, azaldı, hər hansısa bir məhsulun qiyməti artdı və yaxud da azaldı. Bu zaman nə edirik? Məxrəcdə yazırıq ilkin qiymət. Fərqi yoxdur. Azalsa da, artsa da. Surətdə də fərqi yazırıq. Fərq nədir? Fərqi yoxdur yenə. Böyükdən kiçiyə çıxırsınız. Vururuq 100-ə. İndi ilkin qiymətim nə qədərdir? 50 manatdır. 50-ni yazıram məxrəcdə. Surətdə fərqi yazıram. Yəni 60-dan çıxıram 50-ni, vururam 100-ə. Bu da olacaq bərabərdir. 50-də 60-dan 50 çıxıram. 10 eləyir. 10 da 100-ə vururam 1000. 1000 də 50-yə böləndə eləyəcək 20. Deməli 20% artmış oldu. 49-cu sual. A və B natural ədədlərin ortaq olmayan sadə vuruqların hasili. Ortaq olmayan sadə vuruqların hasili uşaqlar C bərabərdir. Əkop bölünsün əbob düsturundan tapılır. Əkop bölünsün əbob AB-ni yazsaq daha yaxşı olar. AB. Əbob AB.
Baxın uşaqlar, indi keçirəm, qayıdıram bura. Görürsüz, hər ikisində ortaq vuruq var. Yuxarıda da, aşağıda da. Bizim belə bir xassəmiz var ki, əkobda da, əbobda da ortaq vuruğu kənara çıxarda bilərik. İndi mən burada yazıram 3 vuraq. 3 vuraq. Əkob AB. Əkob AB. Məxrəcdə də yazıram. Yenə 2-ni çıxardıram. 2 vuraq. Əbob AB. İndi mən bunu ayrıca kəsr xəttindən yazım ki, rahat ayırmaq olsun. Baxın uşaqlar. Əkob AB bölü əbob AB-dir, düzdür. Burada da eyni ifadəni almışam. Bu C-yə bərabərdir. Deməli, mən burada əkob AB bölü əbob AB-nin yerinə C yaza bilərəm. O zaman yazıram 2-də 3 vuraq C. Mən əlavə olaraq da burada elə bir dənə C verib. Baxın, C-ni. 3C-də 1. Vururam 3C-də 1-ə. Bu da olacaq 3C ilə 3C gedir. C 3-ə vurulur. Qalır 2-də 1. Bu da eləyəcək 0 tam. 10-da 5. 50-ci sual. Tənliklər sistemindən x, y hasilini tapın. Mən bunu əvəzləmə üsulundan tapacağam. 2x bərabərdir 4-dürsə, x bərabər olacaq 4 bölü 2-yə. X da olacaq 2. X-i tapdım 2. İndi y-ə tapıram. Y-i tapmaq üçün x-in yerinə 2 yazıram. Y də bərabərdir 9 çıxaq 2. Y də olacaq 7. X, y də olur 2 vuraq 7. Yəni 14. Sonra 51-ci sual. Baxın uşaqlar, görürsünüz ki, bunlar uyğun təbii paralellik var burada, görürsünüz. O zaman bura 100-dürsə, burada olacaq 100. Bura 120-dirsə, burada olacaq 120. Çarpazlıqdan. İndi baxın uşaqlar, mən burada nəyə fikir verməliyəm? Məndən bu bucağı soruşur, düzdür. Bu bucaq, bu 120-nin qonşusudur. Qonşu bucaqların cəmi 180-dir. Cəmi 180 olması üçün bura 60 olmalıdır. Bu tərəfdə 100 dərəcəli bucağın qonşusudur. Cəmi 180 olması üçün burada 80 olmalıdır. İndi nə edirəm? Bu bucağı tapmaq üçün 60 ilə 80 toplayıram. Bura eləyəcək 140. Mən bilirəm ki, 3 bucağın daxili bucaqları cəmi 140 dərəcədir. Yəni, elə bil ki, burada bir dənə 3 bucaq var. 60-80, cəminin 180 olması üçün də təbii ki, burada olmalıdır 40 dərəcə. Cavabım da olacaq 40. Yəni, niyə 40? 180-dən çıxdım 140. Olacaq 40 dərəcə. 52-ci sual. Paraleloqram verib. Baxın uşaqlar, mən sizə bu paraleloqramla bağlı bir dənə qayda deyəcəm. AB-ni verib 5. AB 5-dirsə, paraleloqramın qarşı tərəfləri həmişə bir-birinə bərabər olur. Burada 5-dir. Buranı 3 verib. Paraleloqramda paraleloqramın kör bucağından çıxan tənbölənlə bağlı bizim belə bir xassəmiz var ki, həmin o tənbölən qarşı tərəfi 2 hissəyə bölür. Həmin hissədən biri paraleloqramın yan tərəfinə bərabər olur. Burada 5 olacaq. Böldüyü hissədən biri, baxın, bu hissəyə bərabər olacaq. Bir hissəni verib 3, burada olacaq 5. Perimetrini soruşur. Ümumilikdə olacaq bu hissə 8, burada 8. Perimetrini də tapanda bütün tərəfləri toplayıram. Və yaxud da 2 vuraq, A üstə gəl B, yəni 5 üstə gəl 8 düsturundan istifadə edirəm. Bu da olacaq 26. 53-cü sual. Funksiyanın qrafiki verib ala biləcəyi natural qiymətlərin sayını tapın. Natural qiymətlər sözünün altından əvvəlcə xətt çəkirəm. Burada nə edirəm? Baxın uşaqlar, bu y bərabərdir. Kx üstəgəl B şəklində olan funksiyadır. B-nin yerində m üstəgəl 2 dayanır. K-nın yerində də 4m çıxaq 25 dayanır. İndi gəlin işarələrinə baxaq. B-nin işarəsi həmişə y oxunun kəsdiyi nöqtəyə əsasən müəyyən olunur. Y oxunu görürsünüz, sıfırdan yuxarıda kəsib, müsbət istiqamətdə. Deməli, B böyükdür sıfırdan. B-nin yerində də m üstəgəl 2 olduğuna görə m üstəgəl 2 böyük olacaq sıfırdan. M də böyük olacaq mənfi 2-dən. İndi gəlin K-nın işarəsini müəyyən edək. K, baxın uşaqlar, 2-ci və 4-cü rübdən keçdiyinə görə K-nın işarəsi mənfi olacaq. Və yaxud da buradakı kör bucaqdan da bilə bilərsiniz ki, K sıfırdan kiçikdir. K-nın yerində də 4m çıxaq 25 dayandığına görə bu da olacaq sıfırdan kiçik. 4m kiçik olacaq 25-dən, m də kiçik olacaq 25-i də 4-ə böləndə 6 tam %25 eləyəcək. İndi aralığı yazıram uşaqlar. Baxın, m mənfi 2-dən böyükdür. Yazıram mənfi 2-dən böyük m.
6 tam %25-dən kiçik. Mən bu aralıqdakı ədədləri tapmaq üçün, baxın, mən deyim natural qiymətləri. Natural ədədlər dediyinə görə 0-dan 6-ya qədər olan ədədləri götürəcəm. 0 və 6 da daxil olmaqla. Orada da elə 6 dənə natural ədəd olacaq. Baxıram 54-cü suala. Deyir ki, turist deməli A məntəqəsindən hərəkətə başlayır. Baxın uşaqlar, bu turistdir. Gəlir A-dan B-yə. A-dan B-yə gəlir. Əlavə olaraq da B-dən C-yə qayıdır. Bu nə qədər yol getmiş olar? 1. İndi gəl biz bu yollara, məsələn, A-dan C-yə qədər olan məsafənə A deyək. Gəlin X deyək, fərqli hərfi olsun. C-dən B-yə qədər olan məsafəyə də mən Y desəm, bu birinci turist A-dan B-yə qədər gəlir. X üstəgəl Y qədər. Əlavə olaraq B-dən C-yə qayıdır. Y qədər də əlavə yol gedir. Bunu da mənə verib 40. Mən bunları toplayanda olacaq x üstəgəl 2y bərabərdir 40. İndi ikinci turistə baxaq. Digər turist isə deməli B-dən A-ya gəlir. Bax, B-dən A-ya gəlir bir dəfə. Nə qədər yol getmiş olur? X üstəgəl y qədər yol getmiş olur. Düzdür. Əlavə olaraq da A-dan C-yə qayıdır. Deməli, əlavə olaraq bir dənə də x qədər yol getmiş olur. Bunu da bizə verib 50. Mən indi bunu sadələşdirirəm. Sadə şəkildə yazsam. Olacaq x-lar bir toplanır. 2x üstəgəl y bərabərdir 50. Baxın uşaqlar, mən indi nə edirəm? Surəti 2-yə vururam ki, x-lar bərabərləşsin. Və yaxud da y-lər də bərabərləşdirə bilərdiniz. Vururam hər tərəfi 2-yə. 2-yə vuranda yuxarı olacaq. 2x üstəgəl 4y bərabərdir 80. Aşağıda olduğu kimi yazdır. 2x üstəgəl y bərabərdir 50. 50. İndi tərəf-tərəfə çıxıram. Tərəf-tərəfə çıxanda 2x-lar gedir. 4y ilə y olacaq 5y bərabərdir. Daha doğrusu çıxıram. Mən toplamışam, çıxıram. 4y-dən y çıxıram. 3y bərabərdir. 80-dən 50 çıxıram. 30. Y bərabərdir 10. Y 10-dur. Məndən AC məsafəsini soruşur. AC də x-dir. Y-in yerinə 10 yazıram. Baxın, gəlin burada Y-in yerinə 10 yazaq. Olacaq 2x üstəgəl 10 bərabərdir 50. 2x bərabərdir 40. X də bərabərdir 20. Bu da olacaq cavabım elə 20. 55-ci sual. 55-ci sualda üçbucaq verib. Baxın uşaqlar, verib AM bərabərdir CM-ə. Buranı da verib 5. Bunlar bir-birinə bərabərdirsə, deməli uşaqlar, bu MN düz xətti bu üçbucağın orta xəttidir ki, tərəfi yarıya bölüb. Orta xəttlə bağlı da bizim xassiyəmiz var ki, orta xətt həmişə üçbucağın oturacağının yarısına bərabər olur. Yəni, bura 2x-dırsa, burada olacaq x, yarısı olacaq. İndi mənə də verib ki, AB ilə MN-in cəmi 9. AB-ni mən 2x götürmüşəm. AB-ni yerinə 2x yazıram, üstə gəl. MN-in yerinə x yazıram. Bərabər edirəm 9-a. Buradan 3x bərabərdir 9, x də bərabərdir 9-u 3-ə bölürəm. X-i 3 tapdım. Bura 3-dür. İndi baxın, məndən NC-ni soruşur. N-dən C-yə qədər olan məsafəni tapanda Pifaqor teoremindən tapa bilərik. Pifaqor teoremindən tapmaq üçün 90 dərəcəli bucağın qarşısında, baxın, hipotenuz, yəni 5-in kvadratı bərabər olacaq 3-ün kvadratı üstə gəl NC-nin kvadratı. Buradan NC-nin kvadratı bərabərdir. 5-in kvadratı 25 edir. Çıxıram. 3-ün kvadratı 9. NC kvadratı bərabərdir 16. NC də bərabər olacaq 4-ə. Bu da olacaq cavabım 4. Belə uşaqlar, bugünlük bu qədər. Yəni, əgər izahı bəyəndinizsə, kanalıma abunə olub rəy yaza bilərsiniz. Və onu da qeyd edim ki, onlayn dərslərimizə qoşulmaq üçün burada gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Uşaqlar oldu. Sağ olun.